Salam uşaqlar, bugünkü sınavımızın izahını verirəm. Hansı halda elektronların orbitalda paylanması düzgün göstərilmişdir? Biz Hund qaydasına görə deyirdik ki, elektronlar əvvəlcə tək-tək orbitalda yerləşir. Sonra artıq qalan orbitalları gətirib, demək, tək orbitalların sonra yanında yaza-yaza gedirik. Birincidə düzgün yerləşibdir. Demək, S-də 2 elektron var və P-də düşən tək elektron var, tək-tək yerləşdiribdir. Ancaq ikincidə burada elektronu cüt yerləşdirib. Burada elektronlar, yəni üçü də axıra qədər tək-tək yerləşməli idi və burada da yenə yuxarıdakı kimi olmalı idi elektronların orbitallarda paylanması. Üçüncüdə isə düz paylayıbdır. Demək, onda hansı deyir düzgün göstərilmişdir? Birinci ilə üçüncü düzgün göstərilibdir. Cavab olur D variantı. İkinci suala baxırıq. Civənin demək X maddəsinə reaksiyadır. Civə sulfat alınıb, X sulfat turşusuymuş və bir də SO2 qaz alınıb. Biz bilirik ki, pasiv metallar misli, civədir, gümüşdür. Bunlar duru sulfatın reaksiya daxil olmur. Demək, bu qatı sulfat imiş ki, bu pasiv metalın reaksiya daxil olubdur. Sonra görək bizdən nə istəyir? Deyir, tənliyi məlumdursa, dəmirlə X birləşməsi, yəni qatı sulfat turşusundan söhbət gedir. Qızdırıldıqda hansı maddələr alınır? Demək, qatı sulfat turşusundan dəmir həmişə 3 valentli duzu alınır. Dəmir 3 sulfat alınır. Yəni, ancaq duru sulfat turşusuna yadımızda saxlayır ki, dəmirin həmişə 2 valentli duz alınır və orada da qatı sulfat turşusu olduğu üçün biz demişdik ki, ortaq tip pasiv metallarda qatı sulfat turşusunun SO2 qazı çıxır. Burada bizə uyğun gələcək cavab olacaq D variantı. Dəmir 3 sulfat, SO2 və su. Cavab olur D variantı. Üçüncüyə baxırıq. Molekulda deyir, hidrogen atomlarının sayı demək 2n plus 2 olacaq da, bu siklalkandır. Normalda 2n olmalıdır, ancaq da 2n plus 2-dirsə də, demək bunun bir dənə karbon atomu artıqdır. Elə burada n plus 1 özü verib, karbon atomu biri artıqdır. Deyir ki, molekulda karbon atomlarının sayı, molekulda ilə karbon atomlarının sayı n plus 1-dir. Hansı reaksiyada karbon zəncirin uzanması baş verir? Karbon zəncirin uzanması uşaqlar, biz demişdik, virus reaksiyasında karbon zəncirin uzanması baş verir. Alkanların alınma reaksiyası idi laboratoriyada. Birincidə demək, zəncir uzanması baş vermir. İkincidə artıq zəncir uzanması baş verir. Demək, C2H5 radikalı 2 dəfə təkrarlanacaq. C2H5, C2H5, yəni butan alınacaq və bir də alınacaq natri xlor və ona görə cavabımız olacaq B variantı. Demək, 5-ciyə baxırıq uşaqlar. 5-cidə bizə verilib, demək, 500-lüdür. Bu, biz demişdik ki, 6 üzlü olan glikozdadan ancaq 5 üzlü olan olurdu fruktoza, riboza, dezoksiriboza və indi bunun da hansına aid olduğunu OH qruplarının sayına görə tapacağıq. Demək, burada 1 OH qrupu, 2 OH qrupu, 3 OH qrupu var. Demək, bu dezoksiribozaymış. Dezoksir 3 dənə OH qrupu var. Demək, bu dezoksiribozaymış. Elə cavab olur dezoksiriboza, Y variantı. Ribozanın 4 dənə OH qrupu var, fruktozanın 5 dənə, glikozanın da həmçinin 5 dənə OH qrupu var. Ancaq glikozanınki 6 üzlüdür da, ribozanınki 5 üzlüdür. Sonra deyir, hansı halda turuş duz alınmır? Demək, birinciyə baxırıq, 2 OH-mız var, 6 dənə də H-mız var. Demək, buradan turuş duz alınır, cavabımız bu deyil. İkinciyə baxırıq, 2 OH-mız var, 4 dənə H-mız var. Buradan da turuş duz alınır, ona görə cavab bu deyil. C variantına baxırıq, demişdik ki, normal duzların üzərinə duzu əmələ gətirən turşudan əlavə etdikdə oradan turuş duz alınır, ona görə üçüncüdən də turuş duzu alınacaq. D variantına baxırıq. Maqnezium karbonatın üzərinə, bu da uşaqlar karbonat turşusudur. Karbonat turşusunu karbon qazı su şəklində yazırıq və buradan da alınacaq yenə turuş duz. Demək, axırıncıya baxırıq. 2 mol kalsium hidroksid və 2 mol da CO2. Demək, kalsium hidroksid demişdik ki, bu 2 turşulu əsaslı və CO2 də 2 əsaslı turşunun turşu oksidi olduğu üçün bunlar birin-birə nisbətində reaksiya daxil olanda burada alınır normal duz. Ona görə də burada 2 mol bundan, 2 mol bundan götürdüyü üçün bu da birin-birə nisbətidir. Ona görə burada da olacaq nə? Demək, normal duz alınacaq. Yəni, cavabımız olacaq Y variantı. Sonra 7-ciyə baxırıq. Hansı halda reaksiya məhsulları düzgün göstərilməmişdir?
Elə birinci də reaksiya məhsulu düzgün göstərilməyib uşaqlar. Burada alınır kalium karbonat, karbon qazı, yəni bu alınmır. Kalium karbonat, karbon qazı su, ona görə cavabımız olur A variantı. Sonra 8-ciyə baxırıq. X-in üzərinə 4 mol oksigen gəlib, 3 mol karbon qazı, 2 mol da su alınıb. Demək X-in 3 dənə karbonu var imiş, 3 mol karbon qazı aldığına görə və 4 dənə hidrogeni varmış. C3H4 imiş formulu. Tənliyində deyir X maddəsini müəyyən edin. Demək X maddəsi nəymiş? C3H4. Hansı maddə amfoter xassəyə malikdir? Amfoter xassəyə üzvü maddələrdən amin turşuları malikdir. O da alanindir. Amin turşusunun demək tarixi adıdır. Hansı maddə qələvi məhlulları ilə reaksiya girdikdə hidrogen ayrılmır? Bu amfoter metalda qələvi ilə reaksiya girəndə hidrogen ayrılır. Xlor qələvlərlə reaksiya girəndə hidrogen ayrılmır. Məsəl üçün götürək xlorun üzərinə gələk bir dənə natrium OH qələvəsini alınacaq. Natri xlor, əgər soyuq mühitdədirsə natri xlor O, yox əgər isti mühitdədir, gedibsə reaksiya natri xlor O3 olacaq. Ona görə reaksiyada və bir də həmçinin də su çıxır. Burada ona görə nə alınmır? Hidrogen alınmır. Cavab olur B variantı. Silisiumdan alınır, berilyum amfoter metalda alınır, alüminium amfoter metalda alınır. Sonra gəlirik, baxaq 11-ci sualımıza. Deyir, hansı halda hər iki reaksiyadan 3 valentli dəmirin birləşmələri alınır? Yadımızda saxlayırıq ki, dəmirin demək xlorla 3 valentli birləşməsi alınır. Birincidə baxırıq, burada 2 valentli birləşməsi alınır. Oksigenlə ümumiyyətlə ferium 3O4 alınır, dəmir yanğını alınır. Xlorid turşusundan demişəm ki, kimyəvi element varsa demək 2 valentli duz alınır. Yəni ferium xlor 2. Ancaq xlorla dəmir 3 xlorid alınır. Yəni ferium xlor 3, ancaq bizə hər ikisində 3 valentli olması lazımdır. Burada həmçinin dəmir yanğını alınır. Duru sulfat turşusundan dəmirin 2 valentli duzu alınır. Nitrat turşusunun həm qatısından, həm durusundan dəmirin 3 valentli duzu alınırdı. Demək, burada qatıdırsa, demək biri budur, 3 valentli duzu alınır. Burada sulfat turşusunun qatısıdırsa, bəli, burada da yenə 3 valentli duzu alınacaq. Demək, sulfat turşusunun durusundan dəmirin 2 valentli, qatısından 3 valentli duzu alınır. Ancaq nitrat turşusunun həm qatısından, həm durusundan 3 valentli duzu alınır. Ona görə cavabımız olur D variantı. 12-ciyə baxırıq, deyir, hansı reaksiya doğru deyil? Gümüşün ortofosfat turşusunun reaksiyasından hidrogen çıxardıb, güya ki, demək, burada biz demişdik ki, pasiv metalların heç biri turşulardan nə çıxarda bilməz? Hidrogen çıxarda bilməz. Ümumiyyətlə, pasiv metallardan 3-ü, gümüş, civə, mis, qatı duru, nitrat və qatı sulfatdan reaksiya girir və onların heç birində də hidrogen çıxmır o turşuların. 13-cüyə baxırıq, hansı halda hər iki reaksiyada alınan duz hidrolizə uğrayır? Hidrolizə uğraması üçün biz demişdik, 2 şərt ödənməlidir. Birinci, duz suda həll olmalıdır. İkinci, duzu əmələ gətirən ya əsas, ya turşu, ikisindən biri zəif olmalıdır. İndi birincidə baxırıq uşaqlar. Birincidə alınır demək dəmir 2 sulfat duzu. Dəmir 2 sulfat duzuna dəmir zəif əsaslı, dəmir 2 hidroksid, sulfat turşusu qüvvətlidir, bu hidrolizə uğrayacaq. Ancaq ikincidən alınır barium xlorid. Barium xloriddə barium da hidroksid də güclü əsaslı, xlorid turşusu da güclüdür. Ona görə də bu hidrolizə uğramayacaq. Yəni bizə hər ikisinin hidrolizə uğraması lazımdır. B variantında argentium xlor alınacaq. Argentium xloriddə bu çöküntüdür. Biz demişdik ki, hidrolizə uğraması üçün duz mütləq suda həll olmalıdır. Ona görə də B variantı da olmayacaq. C variantında demək nə alınacaq? Natrium hidrosulfat alınır və ikincidə alınır natri xlorid. Yəni burada da natri xlorid, natrium hidroksid də qüvvətli əsaslı, xlorid də qüvvətli turşuduğuna görə C variantı olmayacaq. D variantında kalsium asetat alınacaq. Kalsium asetat. Bir də alınacaq dəmir 3 sulfat. Elə bu variant olacaq. Kalsium asetat suda həll olan duzdur. Yəni burada kalsium asetat, yəni belə bir duz əmələ gələcək. Sirkə turşusunun kalsium duzu və bir də əmələ gələcək dəmir 3 sulfat. Yəni ferium 2, SO4, 3, bunların hər ikisi hidrolizə uğrayacaq. Çünki burada turşu əsas nədir? Hidrolizə uğramaq üçün turşu zəif turşudur. Ona görə hidrolizə uğrayır. Burada da metal, yəni dəmir 3 hidroksid turşuyu duzu əmələ gətirən dəmir 3 hidroksid zəif əsaslı. Ona görə hidrolizə uğrayır. Cavabımız olur D variantı. Baxaq görə Y variantı nəyə görə olmadı? Y variantında kalsium karbonat əmələ gəlir. Kalsium karbonat çöküntüdür. Ona görə hidrolizə uğramır. Barium sulfat əmələ gəlir. Barium sulfat da çöküntüdür. Ona görə
hidroliz olunamır. Cavabımız olur D variantı. 14-cüyə baxırıq. Deyir, sellyozanın orta nisbi molekul kütləsi 972 mindir. Hidroksil qruplarının sayını müəyyən edin. Hidroksil, əvvəlcə uşaqlar, bunu tapaq görək, bunun neçə dənə polimerləşib da, bu neçə N-nin qiymətini tapaq. Yəni 972-ni 1000-i bölürük 162-yə. O da eləyəcək, demək, 6 dəfə. 6 dəfə 2, 12. 6 dəfə. Demək, 6000 düşəcək burada. Yəni 6000 N-nin qiyməti, yəni 6000 dəfə polimerləşib biz sellyuza. Demək, sellyuzun formulu belədir də, C6H10O5-dir və burada da N var. Yəni biz indi N-in qiymətini tapdıq və bir dənə sellyuzun 3 dənə OH qrupu var. Onda birinin 3 dənə OH qrupu var. Onda 6000 olanda molekulunda, 6000 sellyuza molekulunda X olacaq. O da olacaq 18000. Cavab olacaq B variantı. Sonra keçirik 15-ci sualımıza. Hansı reaksiyada təzyiqin azalması tarazlığı sola yönəldir? Təzyiqin azalması tarazlığı sola yönəldirsə, demək sol tərəfdə həcm çoxdur. Birinciyə baxırıq. Sol tərəfdə bir həcm qazı var, sağ tərəfdə 2 həcm qazı var. Ona görə birinci olmayacaq. İkinciyə baxırıq. Reaksiya girən və reaksiya nəticəsində alınan qazların həcmləri bərabərdir. Biz demişdik, reaksiya daxil olan və reaksiya nəticəsində alınan qazların əgər həcmləri bərabərdirsə, onun tarazlığına təzyiq təsir göstərmir. Ona görə ikincidə daxil deyil cavaba. Üçüncüyə baxırıq. 4 mol qaz reaksiya daxil və 2 mol qaz alınır. Əgər təzyiq azalıbsa, reaksiya həcmin çox olan tərəfinə gedir və ona görə də reaksiya hansı istiqamətə gedəcək? Sol istiqamətə gedəcək. Cavab olacaq nə? Yalnız 3. 16-cıya baxırıq. Butin 1-in butin 2-dən fərqləndirən nədir? Hə, butin 1-i deyir, butin 2-dən fərqləndirən nədir? Bu bizim butin 1-imizdir, uşaqlar. Bu isə bizim butin 2-imizdir. Formulunu yazacaq. İndi bizdən soruşduqlarına əsasən biz deyək ki, bunlar bir-birinə nə fərqləndirir? Deyək, kimyəvi rabitələrin yaranmasına iştirak edən hibrid orbitallarının sayı xeyr. İkisində də hibrid orbitalları bərabərdir. İkisində də 2 dənə karbonu sp-dir, 2 dənə karbonu da sp3-dür. Ona görə bu bir-birinə bərabərdir. A variantı deyil. Deyir, sp hibrid orbitallarının sayı xeyr. Sp hibrid orbitallarının sayı burada da sp4 dənədir, orada da sp4 dənədir. Ona görə də sp orbitallarının sayı bir-birinə bərabərdir. Gümüş piroksidin amoniakda məhlula reaksiya daxil olması cavab bu olacaq. Uşaqlar, gümüş piroksidin amoniakda məhlulu ilə o alkin daxil olurdu ki, onun 3 qat rabitəsi birinci karbonda olsun. Yəni burada 3 qat rabitəsi birinci karbonda olanda bu hidrogen gümüşdən əvəz olunacaq. Ancaq ikinci karbonda olanda ümumiyyətlə bunun heç hidrogeni yoxdur. Ona görə cavab olacaq C variantı. Demək, xlorun deyir elektron formuluna uyğundur. Xlorun yəqin soruşur ki, hansı birləşməsi bu elektron formuluna uyğundur. Demək, bunu uşaqlar əgər belə əzbər bilmiriksə, bu şəkildə yazıb və bunu orbitallarda yerləşdirin. Demək, burada elektronlar cütdür və neçə dənə tək elektron görürüksə, demək, həmin birləşmədə xlor həmin o valentliyi göstərib. Demək, buradan da görürük ki, biz bunun neçə dənə tək elektronu var? 5 dənə tək elektronu var. 5 dənə tək elektronu varsa, demək, xlor həmin birləşməsində neçə valentliymiş? 5 valentliymiş və o da D variantında xlor neçə valentlidir? 5 valentlidir. 18-ci testdə baxırıq, deyir, duzun tipi molekulda atomların sayı 6-dır. Demək, normal duzuymuş, molekulda atomların sayı 6-dır. Birinciyə baxırıq, 2 dənə metal var, bu 2 qat duzdur. İkinciyə baxırıq, OH qrupu var, bu əsasi duzdur. Üçüncüyə baxırıq, hidrogen atomu var, bu turuş duzdur. Dördüncüyə baxırıq, bu amonium bromiddir və bu normal duzdur. Beşinciyə də baxırıq, yenə bu da turuş duzdur. İndi atomların sayına baxaq. 4-ü burada, 2 dənə də bu. Demək, 6 cavabımız olacaq D variantı. 4 mol sirkə anhidridinin su ilə reaksiyasının təsirində neçə qram etan turşusu alınır? Uşaqlar, sirkə anhidridi demək 2 mol sirkə turşusundan 1 mol sirkə anhidridi alınır. Sirkə anhidridinin quruluş formulu bu şəkildədir. Demək, biz onun quruluş formulunu yazsaq, bu şəkildə quruluş formulu var və 1 molun üzərinə 2 mol su gəlinir və bu zamanları, yox, 1 mol su gəlinir. Demək, bu zamanları alınır nə? 2 mol sirkə turşusu.
Yəni 2 mol sirkə turşusu, yəni 1 mol sirkə anhidridindən 2 mol sirkə turşusu alınır. İndi bizə deyir ki, 4 mol sirkə anhidridinin su ilə reaksiyası neçə qram deyir. Hə, 1 molundan 2 mol alınırsa, demək 1-dən 2 alınırsa, 4-dən də neçə alınacaq? 8 alınacaq. 8 mol alınacaq. Ancaq bizdən qramla soruşduğuna görə 8-i də vururuq. Sirkə anhidridinin su ilə reaksiyası təsirindən neçə qram etan turşusu alınır? 8 də vurarıq 60-a, 480 qram etan turşusu alınır. Cavab olacaq A variantı. 20-ci testə baxırıq. Hansı duzu qızdırdıqda kütləsi azalır? O duzu qızdırdıqda kütləsi azalır ki, həmin duz parçalanır. Natrium klor duzu parçalanmır. Natrium karbonat, kalium karbonat heç biri parçalanmır. Barium sulfat parçalanmır. Kalsium karbonat isə nə edir? Parçalanır uşaqlar. Kalsium karbonat parçalananda alınır kalsium oksid və karbon qazı və buradan bu qaz salında uçub getdiyinə görə kütlə nə edir? Azalır. 2,24 litr amonyak almaq üçün neçə mol amonium xloridi natrium OH məhlulu ilə qızdırmaq lazımdır. Amonium xloridinin natrium OH-la reaksiyasını yazaq. Demək, bu zamanları bu həm də amonium ionunun təyini reaksiyasıdır uşaqlar və buradan demək, özünə xas spesifik qızıqlandırıcı iyə malik olan amonyak qazı çıxdığına görə biz deyirik burada nə var imiş? Amonium ionu var imiş. Və bir də buradan su alınır. Reaksiyamızı əmsallaşdırsaq, demək, hidrogenimiz sağ tərəfdə, sol tərəfdə 5, oksigenimiz 1-dir. Bir əmsallaşdırmağa ehtiyac olunur. Və bizə deyir ki, 2,24 litr amonyak almaq üçün neçə mol amonium xloridə natrium OH ilə qızdırmaq lazımdır. 1 mol amonium xloridi qızdırdıqda 22,4 litr demək, nə alınır? Amonyak alınır. Onda 2,24 litr amonyak almaq üçün x qədər biz amonium xloridi qızdıraraq, o deyəcək neçə mol? 0,1 mol. Demək, cavabımız olacaq nə? 0,1, o da olacaq C variantı. Sonra gəlirik 22-cidə temperaturun artırılması qazların həll olmasına necə dəyişir? Biz deyirik, temperaturun artırılması qazların həll olması temperatura tərs mütənasibidir, təzyiqlə düz mütənasibidir. Duzların həll olması temperaturla düz mütənasibdir. Yəni, duzlarda temperatur artanda həll olma artır. Ona görə də qazların həll olması nə edir? Azalar. Sonra 23-cü testə baxırıq. X2 mənfi iyonda elektronlarının sayı xrom 52-24 iyonda olan elektron atomunda olan neytronların sayından 10 vahid azdır. Görək, bunun neçə neytronu var? Demək, 52-dən 24 çıxsaq, demək 2, 4-dən də 2, 22. Yox, burada 8 qalır. 12-dən 4, 8, 28. 28 demək, nəyi var imiş? Neytronu var imiş. Deyir ki, bu neytron X mənfi iyonlu elektronlardan 10 vahid atomunda olan neytronların sayından 10 vahid azdır. Hə, burada X-da 10 vahid az imiş. Demək, X-in bunun 28 neytron var imişsə, bu da 10 vahid az imişsə, demək, bunun 18 elektronu var imiş. Və 2 dənə də elektron alıbdır uşaqlar. Burada görürsünüz, yükü mənfi 2-dir. 2 elektron alıb 18 olub. Demək, almamış neçə imiş? 16 elektronu var imiş. Və indi bizdən soruşur, X elementin elektron formulunu müəyyən edin. Demək, 2, 8, 6, 3S üstü 2, 3P üstü nə olacaq? 4 olacaq. O da olacaq cavabımız B variantı. 24-cü testə baxırıq. Hansı reaksiya istilik effekti yanma istiliyi ilə bərabərdir? İstilik effekti o vaxt yanma istiliyi ilə bərabər olur ki, uşaqlar reaksiya daxil olan maddənin, daha doğrusu yanan maddənin əmsalı 1-ə bərabər olsun. Bu da elə birinci reaksiyamızdadır. Metanın əmsalı 1-dir. Q-yu da 1-ə böləndə, yəni reaksiyanın da maddənin yanma istiliyi reaksiyanın istilik effektinə bərabər olacaq. 25-ci testə baxırıq. Spirt verilib, üzərinə X maddəsi gəlib və buradan mis çıxıb. Biz demək, spirtin mis oksidlə oksidləşməsi reaksiyası var idi. Spirtin mis oksidlə oksidləşməsi reaksiyasından alınır da aldehid. Demək, burada etil spirtidir. Etil spirtindən alınacaq nə? Sirkə aldehidi. Demək, X-imiz olacaq mis 2 oksid, Y-imiz olacaq nə? Sirkə aldehidi. Cavab olacaq A variantı.